Bu da bağçamız. Ay. Mən də makyaj eləməmişəm ki, gəlimi işlədim. Çünki atam işe çatması üçün evdən tez çıxdım. Beni böyle görmenizi istemiyorum. Burada güzgü var diye makyajımı həmişə burada eləyirəm. Yoxsa o tərəf daha ışıqlıdır. Uzun müddət idi video çəkmirdim. Çünki telefonumda yer yox idi. Normal olaraq. Ona görə video çəkməyə dayandırdım. Əslində çoxlu videolar çəkmişdim. 3 dənə vlogum var idi. Onları sildim. Yəni, sildim, telefonumu dəyişdim və başladım yenə çəkməyə. Oy. Əslində çoxdan fikrim də var idi, amma... Kaysalar götürməmişəm. Nə? Səhv yox buradadır. Bu saçma necə yığım mən? Broşka götürməmişəm. Yasəbir. İynəyin başıma mı taxım, neyniyim? Çoxdan da video çəkmirdim. Dedim bugün olar. Güzgüyə baxım eləyim sonra. Əlimlə yayıram çünki sponcumu da gətirməmişəm. Əla. Saat 8 işləyib. Saat 8 işləyib 5 dəqiqəm. Mən işdəyəm. Uşaqlarım gələcək 8-də bileyim. O birisilər 9-da gəlir, 9-dan sonra. 9-da qalmış. Yəni, qaranlıqda da makyaj edirəm, heç nə görmürəm. Layner gətirməmişəm. Amma eybi yox. Əsas odur ki, qara tenindən fırça gətirmişəm. Bu da qara ten deyil, bənövşəydir. Olsun, bir şey eləyərək, qaş fırçası gətirməmişəm. Mən də yenə makyaj eləyəcəm tam olaraq. Sponcumu gətirmişəm, burada görürəm. Mən nə fikirləşirəm? Nə fikirləşirəm? Görəsən. Deməli uşaqlar, nə danışırdım, unutdum. Çoxdan da, ay bu niyə belə bu qədər bulanıq çəkir? Qaranlıq olduğu üçün. Çoxdan da video çəkmirdim. Dedim ki, vloglarım var idi, amma heç birini editləmədim. Bir də Yayfest videosunu saxlamışam. Orada da ki, vlog çəkməmişəm. Yayfest vlogu çəkməmişəm, bəli. Çəkim deyə bütün telefonumu boşaltmışam, amma orada bilmirəm, unutmuşam, heç də çəkməmişəm. Yəni, çəkmişəm qısa-qısa, çox qısa-qısa, saniyəlik videolar çəkmişəm, sadəcə belə göstərmişəm, dayanmışam. Bir normal video yoxdur. Amma istəyirəm onu da atım, hazırlayıb. Dostlarıma da demişəm, Yayfest olan komanda yoldaşlarıma ki, nə çəkmişsinizsə böyrüzdür, YouTube üçün. YouTube üçün də çəkmişsinizsə atın mənə, mən vlog eləyim, ana olaraq qalsın. Ay, gülürəm, adım ana olaraq, ana qız qalıb. Anısı var, sözün anısı var. Bu tenim də o gün əlimdən düşdü, qırıldı. Vaxt tapdı. Valideynlərim gələcək ki, gözüm üçün söyledi. Bir də görəcəm arxamda olur. Ama bu vəziyyətdə değildi. Ne günə düşün. Sevilmediğim hisset kırıldı. Ben güzgü değilim, ben yarısı. Burada görünmedi. Ben geri yüzüme ışık dalım. Ben böyle çok pis çekir. Hə dostlar, bu videonun atından sonra qəşəng video fikirlərim var. Yayfestin videosunu hazırlayabilsən, onu atacağım. İnanmıram. Gör, üstüne 5-6 ay keçib. Ondan sonra o qədər maraqlı onlar oldu, amma heç birini çəkmədim. Ya da unutmuşdum ben. Təzədən başladım. Yəni son videomdan bir yana çox şey dəyişib. İşləyirəm. Heç vaxt işləmərəm dediyim bir işdə işləyirəm. Yəqin ki, təxmin elədiniz. Sizin üçün 6-cı gündə video çəkmək istəyirəm. Saçımı da neyləmişəm? Yumuşam, hörmüşəm. Başqa da bir şey yox. Yəni quruluyub hörmüşəm. Makyajımı bitirdim. İndi müəllim moduna keçə bilərəm. Yaxından göstər. Yedi çox bir fərq yoxdur.
Bura niyə bu vəziyyətdədir? Normalda belə olmur. Burada tədbirlər etdiyimizdə, master klasslar keçdiyimizdə bu vəziyyətə salırıq. Uşaqlar burada işlərini görürlər. Daha sonra bunun arxası belə uşaqların oyuncaqları, şkaflar, əl işləridir. Bugün pizza bişirəcəyik, amma süni kağızlardan. İndi qeybən hazırlayacağım uşaqlar üçün. Gedək. Daha sonra burada belə lövhəmiz var. Lövhəmizi hep özü yapışdırmışıq. Nə əlaqə edə bilərsiniz? Haqlısınız. Səbəb yoxdur. Burada uşaqlar yatır. Daha sonra oraya keçərik. Burada bu isə gördüyünüz stuldandır. O stuldan da. Stuldan da. Mən çəkəndə qırdım onu və onu sürüşkən kimi hazırladım. Uşaqlar bura parkdayır. Müəllim onlar parkda oynayır. 2 gündür gəlib bu. 2 gündür bu vəziyyətdədir. Daha sonra pəncərələrə bir şəkillər seçmişdim. Hələ də qalıq geri onları silim. Uşaqların yataqları da bura. Uşaqlar burada yatır. Hamısında formada adlar yazılır. Düzdür. Artıq yerlərini dəyişdirmişik. Adlar oldu. Şimdi qalıb amma dəyişdirməmişim. Bura Adəmin yeridir. Pijaması. Çox şirindir. Keçin bura istəyirsiniz belə. Burada da stollarımız var. Belə bir məlumat verim ki, bura kursdur, bu bağça. Yəni burası bağça deyil, kursun nəzdində yerləşən bağçadır. Yəni mini bağça gedir. Bura həyətimizdir, qar yağıb. İnsanlar hamısı avtobus gözləyir. Ümumi olaraq belə, indi gedək şəkillər çıxardaq uşaqlar üçün. İndi şəkilləri atım, WhatsApp-dan buradan çıxardaq. Nə balısı bu? Yox. Görək necə çıxar. Nədən qaldı? Pizza. Bundan 2 dənə çıxardacaq. Unuttum. Bir dənə çıxardaq, yox. 2 dənə vuracaqdım. Ne oldu? Ayağım değdi, söndürdüm. Ben de deyirəm, bu niyə belə elədi? Oy. Ayağımın ayarını nə deyim ben? Buradan ayağım geldi, değdi. Gözdəki asası. Əllərim niyə bu qədər düşdü? Yavaş-yavaş gün çıxır deyə işıqlandı kurs. Uşaqlarımla qartopu oynaya bilməyəcəm. Salam. Yaxşı, sağ olun. Necə gəldin? Hayır. Atamı gətirin. Mən də çıxardım gələ. Mən çıxardım yol. Şimdi bunlar kesmeli. 9 işte. Bunlar benim uşaqlarım geldi. Bir ağlayır. Sevinç hanım. Şimdi uşaqlar yemeğini yiyecek. Böyükləri məktəbə gedərək gedir. Onlar hazırlığa gedəcək. Ay qız. Ademim. Milana. Aysunum. Sevincim. Bu da xalamız. Mən isə hələ də hazırlayıram burada. Deməli, nə etmişəm göstərim. Bunları kəsdim. Pizzaları hazırladım uşaqlara. Pizza sözünü hazırladım. Açsın diye boyun uzandı. Gel yemeğini ye. Hay kız.
Çox istəyirsən bacını? Hə? Hə? Müəllimən neysə? Sədi. Müəllimən neysə? Pisiyi. Neysə müəllimən? Benim neyse? Neyse. Sen de seni kaçayım. Ay kız səni yeyərəm ha. Oh. Ağlama. Aa mama. Sevinç. Hadi hoş. Sən neysən Mirana? Dostan. Dovşan Nurdur. Sən neysən? Şokolatı. Hazırda məşğələ saatımızdır. Lakin uşaqlar az olduğu üçün keçində bilmirik. Ona görə axşamki Neyse. master klassımıza hazırlaşırıq. Beş dakika mısın? Bəli. Aa. Haydi. Meme bak. Meme bak. Nə oldu? Bu oldu. Of oldu gəlib. Ben sürprizsen sen de üstüden bu yana bu. Onu kim elədi? Mamamın beni yazdı. Uzun uydu. Hə. Payta Dərsdə dendiğinde xanım uydu. görüm. Neynədir? Payta dendiğinde uydu. Gəl öpüm. Nasıl dağılır mı ki? Onsuz dağırmır. Mən öpüm qoysa qalsın. Keçdi. Keçdi Nurum. Ama o vaxt yerde tek mi geldi? Zaten stüdyo saat stüdyo. Meme stüdyo tek mi? Yatıb dursan keçmir. Haydi can. Yok ya. Kəsmir. Niyə? Mıştı ya. Niyə ki kəsir? Açılır. Mıştı O, ya. o böyüklər üçündür. Mıştı ya. Ömrüm olmaz. Bu balacalar üçündür. Kəsmir bu. No. Kesin. Nazlı qız. Nazlı qız. Ay Nazlı qız. Böyüklərimiz dərsdən gəlir. Ondan sonra günorta yeməyi yeyirik saat 12-də bir işləməyik. Günorta yeməyindən sonra uşaqlar hazırlaşır yatmağa. Uşaqlar hazırlaşır, birə qalmış, bir də yatırlar. Dururlar saat 3-də. 3-ə qədər də mən bunları yapışdırıram, hazırlayıram. Uşaqlar yuxudan durduqdan sonra əyinlərini geyinməsi, hazırlaşması. Ne. Onu yatıyor. Yemeği yerinde yatıyor. Hə, saat 11 uşaqların meyvə saat olur. Lik tik tik. Aday Yatıb durduqdan sonra başlayırlar, hazırlaşırlar, əyinlərini geyinirlər. Daha sonra şinyat saatımız olur, şinyat, peçenye, şokolad çörək, nə olsa. Yedikdən sonra yan kompotla. Yeyirlər, içirlər, sonra bunları ayıtmalı oluram, bunlara mahnı qoşuram. İdman eləyirik ayılmaq üçün. Məşq eləyirik biraz, ritimlə məşq. Məşqimiz olur, rəqslər eləyirik. Və daha sonra keçirik günün ikinci yarısına. Yəni günün ikinci yarısı uşaqlar yuxudan durduqdan sonra başlayır. Başlayandan Meme sonra, bak ne kesti. aferin sana. Hazırladık, yapıq ala. Meme ama biraz kesiymiş. Nasıl bir? Meme kesiymiş. Meme Daha kesiymiş. sonra keçirik hazırladığım nə varsa, yəni master klassımı, dərsimi. Günün ikinci yarısı daha maraqlı keçir. Ya kəsim olur, ya boyama olur, ya rəqsimiz olur, ya musiqi, ya nağıl saatı, ya tamaşa edirik, rol oyunlar edirik, öyrəndiyimiz nağılı. Ne istiyor? Belə, saat 5-ə qədər, 6-ın yarısına qədər məşğul oluruq. Ondan sonra valideynlər gəlir. Uşaqlarımın çoxu demək ki, saat 5-dən gedir, az qalırıq. Sağ ol. Söhbət bitiyor. Sədi, müəllimə nəysən? Anne bakın hemen. Anne bu değil. Başlayayım. İndi uşaqlar yatır. Sevincimiz yatıb. İndi qoymuşuq yerlərində. Sədi, əl elə, maç göndər. Nurum yatıb, yoxsa yatdı? Ay Nurum, ay yatır. Nur, oyaqsan? Nur. Dur. Olsun. Deməli dostlar, hazırladım. Gördüyünüz kimi. Burada da un gətirmişəm. Biraz bir üstüne vuracağım. Qəşəng görünsün videoda. Bunları indi yapışdıracağım buradan. Bunları da yapışdıracağım altından belə pizza günü kimi. Bir də buradan istəyirəm. Stolları götürəcəm buradan.
Burada. Daha sonra belə bunları tek-tek kəsdim hamısını. Belə. İndi bunlara böləcəm uşaqların hər birinin qabağına ki, onlar da oradan götürüb belə bişirsinlər. İndi hazırlayım. Baxaq. Allarım, ballarım durmuşdu. Gəlib qaqaşan durquzmağa. Tərsin olmalıydı ama bugün belə oldu. Aa kız. Ay Sevinç. Ay Sevinç. Sevinci ne? Ay Sevinç. Oh, dincirler bir damcı burada. Az. Bana her gün gerçekten yuhu gördüm. Sen de şey yok. Ayıla bilmirsən. Sədi. Demədim. Bir şey hazırladım. Keçək bura. Bir hazır. Boş qoy. Belə də şəffaflıqlar hazırlamışam. Video çəkilişimiz bitdi. İndi mum olaraq yekə pizzamızı pişiririk. İkisi boş qalıb, ikisini də bəzəyin. Dıbbılıma baxın hələ bu dıbbılıma. Ben bitirdim. Ben kime koyma. Ben koyma ben. Koy. Ay sən öp məni. Məni. Sən müəllimən neysə? Bir şey. Ay sənin. Bir şeyini yeyeyim. Bir şey. Şeffaflığın düşdü. Mənim aşkımdır. Asklarımdır. Hamısı asklarımdır. Hamısı. Fayam fayam fayam. Mama mama mama. Nuna nuna nuna. Adem sən də gəl. Hadi. Adem tanımayan yoxdur yəqin ki. Adem məşhurdur. Tam necə yaraşıb ay Adem sənə? Nə qəşəng yaraşıb. Simpatiçin oğlan. Belə masterclassımız bitdi demək olar ki. Bizi gözləyirsiniz xala. Neynədir yeməyi? Ben bir sıradan saklayayım, gel sabah yiyeceğim. Sağ ol. Sağ ol. Baxım Nur. Oy. Bak buralardan ne? Aldım hay. Haydi. Havut. Havuç değil o. Kök. Mermer. Haydi. Kızıla gitti. Sədi gəl. Gəl pişirək. Ben üzüm. Sevinç, neynirsən? Hamısını yığa bəni. Mən balaca cücəmdir. Cücədir də, sarı cücədir. Hop. Aşkım. Pişiyim. Mama boya. Mama buyu. Çıxardın. Vay. Ben internete düzelteceğim. Mənim şeflərim. Gəl əlimə qoysun bunu. Kapatsa. Ama sen kapatın boy. Mənim başım yekədir. İstersen bana da kümeye. Ben sana koyayım. Qoy, gəl qoy. Gəl tax. Hemen bu kumda. Qum deyil, undur, un. Qum. Soğanlarımız var mətbəximizdə. Kartoşkalarımız var. Sevirəm nə? Sevirəm uşaqlarımı. Baldılar. Aa, oyna. Haydi. Ay Sevi. Ya bura, gel sen de pişir. Akın ne kar oldu sizlerden ne gelecek? Bəs bunun ikisi boş qaldı. Hamısına yayın. Şey, yaxşı. Uşaqlar buradan da götürə bilərsiniz ha.
Bu pizzaların üstündən də götürüb yağa bilərsiniz. Yığın böyük pizzanı pişiririk ki, hamımız yeyək. Hamımıza çatsın. Hə? Hə, Neçə dilim pizza var? çoxlu. Say. Milana, Sədirə. Gəlin. Yığırıq. Gəlin böyük pizzanı pişirək. Ay Sevinç. Nərmə. Haydi. Məndədir. Nərmə. Məndədir. Eyvə buna bax neynədi qəsən. Neynədim. Eyvə bax bu neynədim. Aferin aşkım. Buna baxıyorum. Nur. Səni çox istəyirəm. Mən səni daha çox sevirəm. Mən səni daha çox sevirəm. Biz səni çox sevirik. Mən sizi daha çox sevirəm. Biz səni 1 milyon dənə sevirik. 1 milyon. Mən səni lap çox. Mən səni lap çox. Lap çox. Hə. Mən nə qədər eləyirəm bilirsiniz? Bilmirik. Mən çox. Qutarda. Məni işimə sevdirən uşaqlar bunlar olub. Amma bunlar. Mən normalda deyirdim hesablatçı müəlliməsi olmağa işləmərəm. Düzdür, işləmişəm, tövbə eləmişdim. Dərsimiz bir dərs keçmirsən də. Bizi alıp götürecek eve. Doğru eve gidiyoruz. Bu işin çətin tərəfləri də bunlardır. Uşaq gəlmiş, ağlayır. Bilal, video çəkirəm, gəl videoma. Gəlin kanalıma abunə olun. Mənim kanalıma abone olun. Videolarını bəyənin. Videolarını beğenin. Videolarını beğenin. Yoksa bıçaklayarım. Merhaba. Yoksa sizi bıçaklayarım. Sən bu sözü hardan öyrənmisən? Cansu'da bakana tak. Takma, istəmir. Sonra da dedim ki. Aferin uşaqlar, hamısını dağıtmayın, belə əladır. İndi bunlarla video çəkək. Gedim bunların videosunu çəkim, gəleyim. Pizza okuyorum buradan gör. Biraz uşaqlıq. Mən uşaqlarımı heç vaxt qadağa qoymuram. Bir şey keçirdirəmsə, istədikləri qədər dağıda bilərlər. Özüm yığışdıracağım. Borcumdur. Onları qoya eləsin istədiyi qədər. Hələ Milana'ya baxın. Milana bax. Evdə geyib çimərlər, amma bir də bu anı yaşamamaya bilərlər. Bundan gözəl onlar yaşayarlar. Nə? Alma da uydum. Baxın. Oynayın. Bilsəydim daha çox gətirərdim. Az gətirmiş. Benim üzüme bak. Nə həzz alırlarsa artıq. Əslində olmaz ya, onu Bak denedim. günahdır. Pizza. Yemək pişirmək üçün gətirmişəm. Gəl bunu uşağa başasın. Gözlerini yum. Yumdum. Yabancı. Asyabancı. Yabancı. Yabancı. Son vəziyyət odur ki, uşaqların artıq yarısı gedib demək ki, çox azı qalıb. Biz hələ ki buranı yığışdırıq. O qədər zibili tikələ də yığışılmır. Saat 6-ya qalıb. Artıq bunlar da gedəcək, valideynlər gəlib. Mən də hazırlaşıb evə gedəcəm. Havada demək olar ki, qaralıb, amma siz görmürsünüz. Işıqlıdır. Bunların bu saatda belə cinlənmə saatı gəlir. Baxın, belə meymunluq edirlər. Meymunluq edirik, sonra da soğukluk edirik. Səsi gələnəm. Nurum, nə demək istəyirsən? Tap tap tap. Anne, Buyur. bunu da zibil atar. Yox. Sap sap sap. Biz yığışdıraq gəlirik. 3 dənə uşağım qalıb. İşte uşaq. Saat 6-dır. Artıq mama deyə ağlayır. Bak. Telefonu danışırdım sizin sürəni. Vaxtım olmadı. Sonra kan götürdü. İndi evə gəlmişəm, yemək yeyirəm. Buradan da ad günə gedəcəyik. Yeməyimi tez yeyim, mən gözləyirlər.
Ждал тебя, прощение будет боль. Этой болью я же... Gel. Gel. Gel canım. Hadi mavi çıksa sana vereceğim. Bu jeterde çıkıyor. Git onu al çırpın oğlum. Benim adım bu nenem adı olub. Anamın nənəsinin adıdır. Oxşuyorum. Deməli evə gəldim. Çox yorğunam. Makyajımızı silək. Bir makyaj eləmişdik, bir də makyajımızı siləcək. Mən nə yadımdan çıxıb, sizə yolu seçməmişəm işdən gələndən sonra. Onu bayaq yadıma saldım. Ümumi olaraq bir günüm belə keçir. Fərqli sadəcə axşamlar ola bilər ki, işdən çıxandan sonra nəsə eləyəm. Fərqli bir şey alta bazar çəkə bilərəm. 6-cı gün vlog çəkəcəm. Köləlikdə ilk günümdə Qoçda. Müsahibəyə getmişdim, keçdim müsahibədən. 6-cı gün oraya gedəcəm, oradan bir vlog çəkmək istəyirəm. Həm ilk günümdür, mən ilk dəfə görəcəm, həm də ana olaraq qalsın. Hər ana olaraq deyəndə gülməyim gəlir. Çünki anısı var sözünün anısı var. Göz makyajını, qarniyerın bu misilярkası az qalıb içində. Çox qəşəng çıxardır. Makyajımı misilyarla silirəm. Əslində misilyarka ilə siləndən sonra mütləq yumaq lazımdır. Bunu özüm insanlara da deyirəm. Mütləq şəkildə üzdə qalamadı misilyarsa, amma özüm üstündən ərindiyimə görə tonerlə silirəm. Əli burada olsaydı indi deyərdi ki, Mələkə oldu Məhəmməd. Əli. Pamuk isə saradı bunu. Tonerlə də üstündən gedir. Bu qədər. Yaxşı ki, kompleksim yoxdur makyajsız bağlama. Amma çölə makyajsız çıxmır. Sadəcə videoda olur. Otağımı da bu arada dəyişmişəm. Ben niye böyle davranıyorum bu arada? Bu arada. Pişiğimi görmüsünüz. Siz pişiğimi balaca olanda görmüsünüz. Ben pişiğim artık kişi olup böyüyüp. Dik. Bu benim ömrüm, günüm, balım. Buna bakın bir tane. Bunun uşaqlar videosunu da koyacağım bura. Buna bakın bir tane. Balım. Nerede? Aynı götürmekten zekası gelir. Bu kuşum. Oh, elə qəşənglədir, elə qəşənglədir. Bir dənə sepi var. Oy, bir dənə boyun var, elə qəşəngdir. Hay Canata. Gözdə açırım. Bugün valideynim mənə hədiyyə alıb. Hədiyyə nədir? Ətir. Amma niyə alıb? Özəl gün deyil, bir şey deyil. Nə var uşağın üstündən qəşəng iyi gəlirdi və onlar da ətir satanıymış. Bəyənmişdim, adını soruşmuşdum, gedib mənə hədiyyə alıb. Çox sağ olsun, valideynlərim yiyər. Sağ olsunlar. O qədər gözəlliyi var, o qədər gözəlliyi var. Deməli, mənim son günlər bir bağlılığım yaranıb. Çoxdan da danışmam, darıxmışam. Niyə makyajsız danışmağa qərar verdim ki şimdi? Kravatın üstünə baxmışdım. Hə, bax. Deməli, mənim bir bağımlılığım yaranıb. Bildiyiniz ha, qismət olur. Bildiyiniz ha. Noyabr ayından başladı. Noyabrın birindən başladı və mən də təsadüfən YouTube'a girəndə gördüm. O baxdım, bu baxdım. İndi YouTube'da vermir. Bir gizli saytdan baxıram. Amazon Prime-də gedir. Mən də onu pul ödəmirəm. Netflix ödəyirəm. Qapqut ödəyirəm. Canva ödəyirəm. Amazon'a da ödəmir bir qismətçi olara görə. Hə, ona görə gizli linkdən girib baxıram. Qismətçi olaraq. Dəqiq sepimə baxın. Bir də bunun gözəlliyinə baxın. Bunu alan insanlar da elə gözəldir. Elə gözəldir. Mənimkilər. Ya ad günümdə almışdılar. O qədər bəyənərək taxıram. O qədər, yəni məni tanıyan bilir ki, mən gümüş taxmıram. Məni tanımayan da bilir ki, mən gümüş taxmıram. Gümüş sepi olsun, sırğı olsun, düzü olsun. Mənim əlimdə, boynumda falan görə bilmərsiniz. Bir də bir nəfərin hədiyəsi var. Onu da göstərəm. Bu həyatda təsbih hədiyyə alınan çox az qız varsa, onlardan biri mənim. Yəni bu hədiyyə mənə Emin alıb. Sağ olsun. Çox dəyərlidir mənim üçün. Arada fotoğrafta Ben bu arada, benim vision board'um. Vardım. Çok qəşəngdir. Bunu bir siz tabak hazırlamışam. Dekabrın
30'u 31'e keçən gecə. Son gün hazırladım. Yine stolun üstü oyuncaq məskənidir. Oyuncaqları çox sevirəm. Neysə dostlar, videom bura qədər. Ümid edirəm ki, bir günümü bəyənərsiniz və davamlı olaraq çəkməyə çalışacağam. Abunə olmağı unutmayın. Sağ olun.